Düzbucaqlı üçbucaq. Tərfi nədir? Bucaqlarından biri düz bucaq olan üçbucağa nə deyirlər? Düzbucaqlı üçbucaq. Məsəl üçün, bu da baxın, ABC düzbucaqlı üçbucağı göstərir. İndi keçirik düzbucaqlı üçbucağın düz bucağı əmələ gətirən tərəflərinə, deyəcəyik katetlər. Bu şəkildə katetlər nə ilə nədir? A və B. Düz bucağın qarşısındakı tərəfə isə nə deyirlər uşaqlar? Hipotenuz. Bu şəkildə hipotenuz da nədir? C-dir. Növbəti gəlir. Düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi neçə dərəcədir uşaqlar? 90 dərəcə. Radian qiymətini istəsəm sizdən, deməli siz pi bölünsün 2. Deməlisiniz pi bölünsün 2. İndi pi bölünsün 2 nə deməkdir uşaqlar? Bu da baxın, bu pi bölünsün 2 nə deməkdir? Normalda pi radianın 180 dərəcə olduğunu bilməlisiniz. Normalda pi'nin qiyməti neçədir? 3,10'dur. Amma sizdən soruşsam ki, pi radian neçədir? Yanında radian deyirəmsə, deməli siz nə uşaqlar? 180 dərəcə. Şimdi çatıra bildimmi? Tamam. İndi misal 22'ye baxırıq. Deyir ki, düzbucaqlı üçbucağın iti bucaqlarından biri pi bölü 12 olarsa, digər iti bucağı tapın. Normalda bu bucaqların cəmini bunu radianla veriblər deyə mən bərabərdir nə yazmalıyam uşaqlar? Pi bölünsün 2. Burada radianla veriblərsə cavabı da radianla deməlisiniz. Dərəcə çevirmək olmaz. Alfanın yerinə pi bölü 12 qoyuram. Pi bölü 12 üstə gəlsin beta bərabər oldu. Pi bölünsün 2. Onda buradan beta bərabər olar. Pi bölü 2 çıxılsın. Pi bölünsün 12. Ortaq məxrəc nədir hər ikisinə? 12. Birincisi olacaq 12'də 6 pi. İkincisi ilə 12'də pi'dir. Çıxanda da nə qalar? 12'də 5 pi. Cavabımız oldu 12'də 5 pi. Aydındır mı? Bunu dərəcə ilə demək olmaz. Sonra davam edirik. Növbəti sualımıza baxaq. Deyir ki, düzbucaqlı üçbucağın iti bucaq təpəsindən çəkilən tənbölən qarşıdakı tərəflə 60 dərəcə və 120 dərəcəli bucağı əmələ gətirir. Ən böyük iti bucağını tapın. Bir dənə düzbucaq çəkin. İti bucaq təpəsindən tənbölən çəkirəm. Bu da bax, buradan belə bir dənə tənbölən çəkdim. Uşaqlar, mən hardan bilim ki, bu tənböləndir? Razılaşmışdıq ki, nə yazaq? Alfa, alfa. İndi bu tənbölən qarşıdakı tərəflə 60 dərəcə və 120 dərəcəli bucağı əmələ gətirir. İndi uşaqlar, bura 90, bura 60 deyə bu alfaya nə qalar? 30. Bu alfa 30'da, bu birisi alfa da 30'dur. Onda bütövlükdə bu bucaq neçə dərəcə oldu? 60. Məndən də soruşur bunun böyük iti bucağını. Cavab olacaq 60. Hətta digərini də tapa bilərsiniz. Buranı tapsaz, cavab olacaq 30. Bizdən nəyini soruşurdu amma? Böyük iti bucağını soruşurdu, cavab oldu 60. Çatır mı? Tamam. Davam edirik, növbəti suallarım gəlsin. Pifaqor teoremi əvvəlcə bununla tanış olaq. Yazmışıq ki, düzbucaqlı üçbucağın katetlərinin kvadratlarının cəmi hipotenuzunun kvadratına bərabərdir. Həqiqətən də bu şəkildə katet nə ilə nədir? A ilə B-dir, hipotenuz da C-dir. Onda A kvadrat üstə gəl B kvadrat bərabər olmalıdır nəyə? C-nin kvadratına. Misalını işləyək. Katetləri 12 və 9 olan düzbucaqlı üçbucağın perimetrini tapın. Bir dənə düzbucaq üçbucaq çəkək. Katetlərə nələr yazmalıyam? 12, 9. Hipotenuzu hələ ki bilmirəm. X olsun. Onda yazmalıyam. 12'nin kvadratı üstə gəl 9'un kvadratı bərabərdir x kvadratı. 144 üstə gəl 81 bərabər x kvadratı. Buradan x kvadratı 225 elədi. X sözü nə qədər oldu? 15. Buraya yazıram 15. Məndən bunun perimetrini istəyir. Perimetr bərabər olar. 12 üstə gəl 9 üstə gəlsin 15. Nəticə 36. Başa düşdünüzmü? Bəs yaxşı, belə bir qayda da deyim sizə. Mənə deyin görüm, bu üçbucağı tanıyırsınızmı? 3, 4, 5 üçbucağını. Pifaqor ədədləri. Bunu tanıyırsınız məncə. İndi, buradakı bu 5 yoxdur. Bu 3'ün əvəzinə elə bir ki 9 yazıblar. Bu 4'ün əvəzinə də 12 yazıblar. Neçə vurmuşlar uşaqlar?
3'ə. Neçə vurmuşuq? 3'ə. 3, 4. Bunun burası 5 olanda, deməli bunu da 3'ə vurmalıyam da. Cavab neçə olacaq? 15. Yəni bu qədər uzun uzadı yazmaya da bilərdiniz. 3, 4, 5'i bilirsinizsə, 9, 12, 15'i də bilirsiniz. Hətta bunu da eşitmişsiniz məncə. 6, 8, 13 bucağı. 6, 8, 10. Bu 6 elə bir ki nədir? 2 vur 3. 8 nədir? 2 vur 4. Onda bu 10 da 2 vurulsun 5. Olur mu? Tamam. Davam edirik. Növbəti 25 nömrə misalımız. Bir düzbucaqlı üçbucağın hipotenuzunun ortasından, təbii ki, nə eləyərəm bir dənə uşaqlar? Düzbucaqlı üçbucaq çəkərəm. Sonra deyir ki, hipotenuzun ortasından katetlərə qədər olan məsafələr 12 və 9-dur. Uşaqlar, buradan bura qədər məsafəyə gəlin 12 deyək. Buradan bura qədər məsafəyə də, məsafə dediyinə görə perpendikularlar qoydum. Burada 9-dur. Uşaqlar, əgər bura orta nöqtədirsə, onda bu çəkdiyim 12 də gəlib ortaya düşəcək. Çünki bu 2 dənə xətt paraleldir. Və bura 9-dursa, burada 9 deyəcəm. Digər tərəfdən bu 9 olan da gəlib ortaya düşəcək. Bura 12-dirsə, onda bunun yuxarısı da olacaq 12. İndi gəlin hipotenuzu tapaq. Hipotenuz neçə olar sizcə? 2 dənə 15. Bax, belə baxın da. Bura 90-sa, bunun qonşuda 90 olar mı? 9, 12 görürəmsə, bura nə qədər oldu? 15. Onda bunun burası da 15'dir. Bəs bütöv bura nə qədər oldu? 30. Bura nə qədər oldu bütöv? 18. Bura 24. Buradan da tapmaq olar. 18 nə deməkdir? 3 vur 6. 24 nə deməkdir? 4 vur 6. 4 vur 6. Elə ki 3K, 4K. Onda bura nə olmalıydı? 5 vur 6. Həqiqətən də eləyibdir 30. Məndən istədiyi nədir? Bu salda nə istəyir? Burada da perimetr istəyir. Perimetr bərabər olacaq. 18, 24 və 30 cəmi nə verdi bizə uşaqlar? 70'ini verdi. Aydın olur? Tamam. Davam edirik. Misal 26'ya baxırıq. Deyir, tərəfləri 15, 7 və x-ə bərabər olan üçbucağın 2 bucağının cəmi 3-cü bucağına bərabərdir. Uşaqlar, 3 bucağın 2 dənə bucağının cəmi 3-cü bucağına bərabərdirsə, baxın, 2 bucağının cəmi 3-cü bucağına bərabərdirsə, bu yalnız və yalnız düzbucaqlı üçbucaqda olur. İstəyirsiniz göstərim niyə? Məsələn, baxın, bir dənə üçbucaq çəkmişəm. Bunun burası alfadır, bunun burası betadır. Bunun burası da olsun gamma. İndi mən deyirəm ki, gamma alfa üstəgəl betaya bərabərdir. Qulaqsırsınız mənə? 2 dənə bucağının cəmi, alfa ilə betanın cəmi 3-cü bucağına bərabərdir. Bəs yaxşı, bu 3 bucağın öz bucaqlarının cəmi nə qədərdir? 180. Alfa üstəgəl beta üstəgəl gamma bərabər 180. Alfa ilə betanın cəminin yerinə gamma qoyuram. Bax, bu ikisinin yerinə gamma qoydum. Bir dənə də gamma burada var. 2 dənə gamma 180 oldu. Onda bir dənə gammamız oldu 90. Yəni, həqiqətən də bu üçbucaq necə üçbucaqymış? Düzbucaqlı üçbucaq. İndi, bir dənə düzbucaq üçbucaq çəkirəm. Deyir, x-in ən kiçik tərəf olduğunu bilərək. Tutaq ki, x ən kiçik tərəfdir. İndi yerdə, bax, x-i yerləşdirdim. 15 və 17 var. Hansını hara yazım? 17'ni hipotenuza yazaram. 15'i də bura yazaram. İndi, bura 17, bura 15, bura x-dir. Gəlin bu x-i tapaq. X-in kvadratı üstəgəl 15'in kvadratı bərabər 17'nin kvadratı. X-in kvadratı 289 çıxılsın 225 64 eləyəcək. X bərabər oldu nəyə? 8'ə. Məndən də bax bu 8 istəyir. Çatır mı danışdıqlarım? Tamam. Davam edirik. Gəlin Pifagor teoreminə aid bir dənə nümunə yazaq. Deyir, düzbucaqlı üçbucağın katetlərindən biri 6'ya bərabərdir. Bir dənə düzbucaq çəkirəm.
bunun katetlərindən biri. Tutaq ki, bax bura. 6-ya bərabərdir. Bu katetə çəkilmiş median isə 5-dir. İndi mən bu katetə median çəkirəm. Əgər bu 5-dirsə, onda bu 6 necə bölünəcək uşaqlar? Bu mediandırsa. 3-ə bölünməlidir də. İndi istəyirəm ki, bu üçbucağa baxasınız. Bu üçbucağa görə bu katet tapmaq olarmı? A deyə istəyirsə adına. A nəyə bərabər olar? 4-ə. 3, 4, 5 üçbucağı. Amma bizdən hipotenuz istəyir. İndi böyük bucağa baxırsınız. Böyük bucaqda nə var? 4-ün kvadratı üstə gəl. Bütöv 6-nın kvadratı olmalıdır x-in kvadratı. 16 üstə gəl 36 bərabər x kvadratı. X-in kvadratı nə oldu? 52. Onda x sözü nə olar aşağılar? Kök altında 52. Bu kökdə 52-ni də 4 vurulsun 13 yazıb 4-dən çölə nə çıxartma olar? 2. Yekun cavabımız olacaq 2 kök 13. Çatır mı danışdıqlarım? Tamam. Hələ ki çətin heç nə danışmamışam uşaqlar. Davam edirik. Bir, bəzi məşhur düzbucaqlı üçbucaqlar. Yəni Pifaqor ədədləri. Bundan bayaqlarda danışdım sizə. Əgər bir uşaq 3, 4, 5 üçbucağını bilirsə, tam bələddirsə buna, bunun hər bir tərəfini 2-yə vurmaqla, 3-ə vurmaqla, 4-ə, 5-ə, ümumiyyətlə K-ya vurmaqla digər üçbucaqları da rahat şəkildə yarada bilər. Sonra bununla birlikdə başqa hansı məşhur üçbucaqlar var? 5, 12, 13. 5, 12, 13-ü bilirsənsə, 10, 24, 26-nı da bilməlisən. Bu hardan gəlib ikincisi? Hər bir ölçüsünü 2-yə vurmuşuq. Sonra 8, 15, 17. Bayaqlar bunu ayrıca yazıb tapdıq. Amma əzbər bilsəydiniz, 15 ilə 17 varsa, demək ki, üçüncü mütləq nə olacaq? 8. Bunun da əzbərə yadımızda qalması üçün çox işlətməliyik. Ədədləri işlətdikcə yadda qalacaq. İndi keçirik bura. Bir düzbucaqlı üçbucağın hipotenuzuna çəkilmiş hündürlük katetləri hasilinin hipotenuza olan nisbətinə bərabərdir. Gəlin buna bir dənə misal yazaq, görək nə demək istədik. Deməli, qaydanı bir dəfə deyək uşaqlar. Düzbucaqlı üçbucaqda əgər hipotenuza hündürlük çəkmisinizsə, onda bu hündürlüyün kvadratı, daha doğrusu bu hündürlük katetləri hasili bölünsün nəyə bərabər imiş? Hipotenuza bərabər imiş. Buna aid bir dənə nümunə. Misal 28. Katetlər 8 və 6-dır. Bir dənə üçbucaq qururam. Katetlər 8, 6-dır. Onda hipotenuz 10 olacaq. Düz dedim mi? İndi hipotenuza çəkilən hündürlük istənilir məndən. Bax, bu istənilir. Düstur nə dedi? Dedi ki, katetləri bir-birinə vur. Böl nəyə? Hipotenuza. İndi mən nə edeyim? 6-nı vurum 8-ə. Bölüm 10-a. 48 böl 10. Cavab olacaq nə qədər? 4,8. Ev tapşırığında buna kifayət qədər suallar var. Sonra növbəti qaydamız. Bu qaydanı da keçmişdik sizlə. Düzbucaqlı üçbucaqda hipotenuza çəkilən median hipotenuzun yarısına bərabərdir. Bir də deyirəm, düzbucaqlı üçbucaqda hipotenuza çəkilən median nəyə bərabər imiş? Hipotenuzun yarısına bərabərdir. İndi, bax bu medianı tapmaq üçün bütöv hipotenuzu nə etməlisiniz? 2-yə bölməlisiniz. Əslində bundan keçən dərsdə danışdım. Belə bir cümlə işlətdim sizə. Möhtəşəm üçlü. Möhtəşəm üçlü. Baxın, buralar, buralar və buralar. M-dir, M-dir, burada M-dir. Bunların üçü də bir-birinə bərabər olur. Sırf buna görə adına nə deyəcəyik? Möhtəşəm üçlü. Tamam. İndi, gəlin bir dənə də nümunəmizə baxaq. Misal 29. Bir katetlər 8, 6 olan düzbucaqlı üçbucağın hipotenuzuna çəkilmiş medianını tapın. Cavab əslində şifahi görürsünüz. Görə bildinizmi? Katetlər 8, 6-dırsa, hipotenuza avtomatik 10 yazmağı vərdiş eləyin. Amma ətraflı yazıda bunu birbaşa 10 yaza bilməzsiniz. Bilirsiniz də niyə? Qanunla Pifaqor terimini yazıb tapmalısınız ki, bu hardan alındısa. İndi uşaqlar,
Betonla çəkilən bax bu median. Betonuzu nə edirdi? Yarıya bölürdü. Onda bunun özü də həmin o yarıya bərabərdir. Yazacağım ki, n bərabərdir. 10 böl 2. Nəticəmiz də nə oldu? 5. Çatdı? Tamam. Davam edirik. Növbəti görün nə gəlir. Yazmışıq ki, düzbucaqlı üçbucaqda betonla çəkilmiş medianla hündürlük, medianla tənbölən, hündürlüklə tənbölən arasındakı bucaqlar aşağıdakı düsturlarla tapılır. Uşaqlar, əgər iti bucağı alfa və betadırsa, onda hündürlüklə median arasındakı bax bu bucaq tapılır necə? Modulda alfa tutulsun beta. Niyə modulda demişik sizcə? Mənfi alınsa belə onun nəyini götürür? Müsbətini. Sonra, əgər bu xətlərdən ikisindən biri tənböləndirsə, yəni medianla tənbölən arasındakı bucaq, onda nə etməlisiniz? Çıxmalısınız. Tənbölənin xatirinə bir də nə etməlisiniz? 2-yə bölməlisiniz. Həmçinin hündürlüklə tənbölən arasındakı bucaq yenə çıxacaqsınız. Nə edəcəksiniz uşaqlar? 2-yə böləcəksiniz. İndi, gəlin görək bunu misalda necə işlədirik? Düzbucaqlı üçbucağın iti bucaqları 7 bölü 2 nisbətindədir. Onda mən birinə 7K, birinə 2K yazıram. Cəm oldu 90 dərəcə. Bildiniz də niyə? İti bucaqların cəmi 90-dır deyə. 9K bərabərdir 90-a. K-mız tapıldı 10 dərəcə. Demək ki, bucaqlarımızın biri 70 dərəcəymiş. Biri nə qədər imiş? Digərinə beta deyək. Bu da oldu 20 dərəcə. İndi, median və hündürlük arasındakı bucaq istəyirəm sizdən. Bax, median və hündürlük arasındakı. Nə dedik bayaqlar? Sadəcə bucaqları çıxacaqsınız. 70 dərəcə çıxılsın 20 dərəcəmiz bizə nə verdi? 50. Bəs yaxşı, median ilə tənbölən desəydim sizə. Düsturumuz nə idi dedik bayaqlar? Alfa çıx beta böl 2. Yəni, elə 50 böl 2 deyim də. Cavab oldu 25. Eyni qayda ilə hündürlük tənbölən arasındakı bucaq 50 bölünsün 2. Nəticəmiz nə oldu yenə? 25. Çətin bir şey? Düsturu bilirsinizsə rahatdır. İndi uşaqlar, Allahın işidir. Tutaq ki, düstur yaddan çıxdı. Ola bilər də, çox sadə bir şey, sıradan bir şey. Şəklini çəkəcəksiniz. Bunu bir dənəsini deyim, o birisləri özü çıxardın. Bu bucaq 70-dir. Tutaq ki, bu bucaq nə qədərdir? 20. Bu olsun hündürlük. Bu da olsun nə? Median. Uşaqlar, mediandırsa, razılaşdıq ki, buraların üçü də bir-birinə bərabər olmalıdır. İndi, bax, bununla bu bərabərdirsə, bu aşağı 20 olanda, bunun burası da 20 olacaq, razısınız. Çatır da hələ ki. Həmçinin uşaqlar, bax, burayla da bura bərabərdir. Bura 70 olanda, bunun tamamı da 70 olmalı deyilmi? Digər tərəfdən, bax, bura 90 olanda, bura 90, bura 70-dirsə, bu hissəyə nə qədər qalar? 20. Hamısına 70 dedim axı bayaqlar. Orta hissə qalar 50. Digər tərəfdən, bunların üçünün də cəmi 90-ı verməli deyilmi? 20-20 qıraqlardadır. Orta hissədə qalacaq 50. Əgər bunların arasından bir dənə tənbölən keçsəydi, tutaq ki, bax, belə bir dənə tənbölən keçib, onda bunun 25-i bura, 25-i də bura qalardı. Bayaq tanışdıqlarımızdır da. Çatdı mı? Əslində, belə üsullara üstünlük verməyiz daha yaxşıdır. Davam eləyək görək başımıza nə gəlir. Növbəti qaydamız. Bərabər yanlı düzbucaqlı üçbucaq və onun kassələri. Uşaqlar, əgər düzbucaqlı üçbucağın katetləri bir-birlərinə bərabərdirsə, onda bunun adına nə deyəcəyik? Bərabər yanlı düzbucaqlı üçbucaq. Bərabər yanlı düzbucaqlı üçbucağın iti bucağı neçə dərəcədir? 45. Görə bildiniz də bu deva bu 45-ləri.
Aydın oldu mu? Sonra bərabər yanlı düzbucaqlı üçbucağın hipotenuzu katetlərin köşdəki kimisinə bərabərdir. Yəni A A-dırsa, onda hipotenuzu nə olmalıdır dedi uşaqlar? A kök altında 2. Sonra demişik ki, bərabər yanlı düzbucaqlı üçbucağın hipotenuzuna çəkilmiş hündürlük hipotenuzun yarısıdır. Çünki bu hündürlük həm də nə olur? Bərabər yanlı düzbucaq üçbucaqdır deyə bu hündürlük həm də median olur. Ona görə hündürlük bərabər olubdur. Deməli, A köşdə 2 böl 2 hipotenuzunun yarısı. Növbəti misallarımıza baxaq. Deyir, bərabər yanlı üçbucağın oturacağı 8, təpə bucağı isə 90 dərəcədir. Uşaqlar, təpə bucağı 90 dərəcədirsə, baxın, bura 90 dərəcədir, burada 8-dir və bərabər yanlıdır. Onda oturacağı endirilmiş bu hündürlük, dedik hipotenuzun yarısıdır. Nə qədər olar? 4 olar. Çünki bu hündürlük həm də mediandır. Sonra digər tərəfdən belə bir şeyə baxın. Bərabər yanlı üçbucaqda bu hündürlük mediandırsa, onda bura, üçü də bərabər olmalı deyilmi? Bayaq danışdığımız möhtəşəm üçlü qaydası. Onda bu 8-dirsə, bura 4 4-ə bölünəcək. Bunun özdə nə olar? 4 olar. Oldu mu? Davam edirik, növbəti bir qaydamız gəlsin. Daha doğrusu tapşırığımız. Görün nə deyir? Bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenuza çəkilmiş hündürlüklə hipotenuzun cəmi 60-dır. Bərabər yanlı düzbucaqlı üçbucaq çəkək. Buna çəkilən hündürlüklə hipotenuzun cəmi 60-dır. Uşaqlar, bərabər yanlı üçbucaqda bu hündürlük həm də nə olur dedik bayaqlar? Median. Onda bura. Üçü də bir-birinə bərabərdir. İndi sənə deyir ki, hündürlüklə hipotenuzun cəmi. Hündürlük də m oldu. Hündürlük m oldu. Hipotenuz nə qədər oldu bəs? 2m. Bu cəm 60-dır. 3m bərabər 60-dan. M tapıldı 20. Bu 20 mediandırsa, onda hipotenuz 2m'də deyək hipotenuza. 2 vur 20-dən cavabımız olacaq 40. Başa düşdüyümü? Bu sualların hamısı ev tapşırığımızda da var uşaqlar. İnşallah yazıb gələcəksiniz. Davam eləyək. Eşitmişsiniz məncə belə bir üçbucaq. 30, 60, 90 üçbucağı. 30, 60, 90 üçbucağında ən məşhur cümlə budur. Düzbucaqlı üçbucaqda 30 dərəcə bucaq qarşısında duran katet, baxın, 30 dərəcənin qarşısında duran bu katet hipotenuzun nəyidir? Yarısıdır. Yəni hipotenuz 2A-dırsa, onda 30-un qarşısında olmalıdır A. Hipotenuz 20-dirsə, bax bura 20-dirsə, onda bu 20-nin qarşısında duran, 30-un qarşısında duran 20-nin yarısı olacaq. 60 dərəcə bucaq qarşısında duran kateti isə 30 dərəcə bucaq qarşısındakı katetin nə olurdu? Görürsünüz? Köşdə 3 misli olurdu. Həqiqətən də 30-un qarşısı A-dırsa, onda 60-ın qarşısı A köşdə 3 olur. 30-un qarşısını indi 10 demişik biz. Onda 60-ın qarşısı nə olacaq aşağılar? 10 kök altında 3. Satır mı? Tamam. Gəlin bunlara ait bir neçə nümunə işləyək. Deyir ki, üçbucağın bucaqları 1-2-3 nisbətindədir. Uşaqlar, üçbucağın bucaqları 1-2-3 nisbətindədir. Onda bu cəm nə qədər olmalıdır? 180. Nə yazım? K üstə gəl 2K üstə gəl 3K 180 dərəcədirsə 6K'mız 180. K nə qədər tapıldı? 30. Yerinə qoysam aşağılar bucaqları 30 dərəcə, 60 dərəcə və nə yaranacaq? 90 dərəcə. Sən demə bu üçbucaq bayaqlar öyrəndiyimiz üçbucağıymış. Hansı üçbucaq? 30-60-90 üçbucağı. Bəs yaxşı, 30-60-90 üçbucağında bildiyimiz hansısa bir qayda varmı? Bax, bura 30-dursa, mən 30-un qarşısına A deyəndə 90-ın qarşısına nə deməli oluram? 2A. 60-ın qarşısına nə deməli oluram? A kök altında 3. İndi deyir ki,
Kiçik tərəflə böyük tərəfin cəmi 9/6-dır. Kiçik tərəf nədir burada? Kiçik tərəf A-dır. Böyük tərəf nədir bəs? 2A. Bunların cəmi bizə nə verməlidir? 9/6. 3A bərabər 9/6. A nə qədər tapıldı? 3/2. A 3/2-dirsə, gətirib yerinə qoysaz. Bura olacaq 3/2. Bura olacaq 6/4. Bura olacaq 3/2 köşdə 3. İndi bizdən bu üçbucağın perimetrini istəyir. Perimetr deyəndə nə etməliydik? Bütün tərəfləri toplamalıydıq. Köməyini toplayaq. 6/4 üstə gəl. 3/2 üstə gəl. 3/2 köşdə 3. Uşaqlar 6/4 ilə 3/2-ni toplayanda 9/6. 9/6 üstə gəl. 3/2 köşdə 3. Uşaqlar bunu 12/8 demək olmaz. Olmama səbəbi nədir? Çünki bunun yanında vurulsun köşdə 3 var. Amma burada yoxdur. Uzaq başı nə edə bilərsiniz? 3/2-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxarda bilərsiniz. Cavabımız olacaq deməli 3/2 vurulsun, 3 dərəcə köşdə 3. Bir də deyirəm 12/8 demək olmaz. Yaxşımı? Tamam. Davam edirik. Misal 34-ə baxaq. Deyir ki, ABC düzbucaqlı üçbucağında C 90 dərəcə, A 60 dərəcədir. Bir dənə ABC düzbucağı üçbucağını çəkdim. C 90-dır, A 60-dır. Burada olsun B. B neçə olar onda uşaqlar? 30. Bu bildiyimiz bir şeydir. SK hündürlükdür. SK hündürlükdür. AK 12'dir. Bizdən nəyi soruşur? BK-nı. İstəyirəm ki, AKC üçbucağına baxasınız. Hamının diqqəti məndə olsun. AKC üçbucağında bura 90, bura 60-dırsa, bura 30 qalar mı? İndi baxın, 30'un qabağı 12'dir. AKC üçbucağında 90 qabağı nə qədər olar onda? 24 olacaq. Bura qədər yaxşıyıq mı? İndi istəyirəm ki, ən böyük üçbucağa baxasınız, ABC-yə. ABC-də 30'un qarşısı nə qədərdir? Bunu fərqli rənglə göstərim. 30'un qarşısı 24. Onda bu 90'ın qarşısı nə qədər olacaq? Tamamı 48. Bu 48'in də 12'si AK'nın payına düşübdürsə, 36'sı düşəcək BK'nın payına. Aydın oldu mu? Həmişə uşaqlar isbat eləmək olar ki, bu verilənlərə görə bunun burası elə bilin ki, K olanda bunun bu hissəsi olur 3 dəfə böyük, 3K. Yəni bura 12'dirsə, buranı 36 birbaşa tapmaq olardı. Nədir? Hə, biri 3-ə nisbətində olur. Biri K-dırsa, digəri 3K-dır. Çatdı mı? Çatdı. Nə olsun ki, gələndə yenə soruşacaqsınız. Düzbucaqlı üçbucaqda trigonometrik nisbətlər. Deməli uşaqlar, düzbucaqlı üçbucaqda alfanın qarşısındakı katet olsun A. Bunun adı nə oldu? Yox, adı nə oldu? Qarşı katet. Bax, A'nın qarşısındakı katet. B isə adı nə olacaq uşaqlar? B, bax bu B kateti alfaya bitişik katettir. İndi deyirik ki, sinus alfa qarşı katet bölünsün hipotenuzdur. Qarşı katet nəyi göstərdi? A-nı. A-nı nə etməlisiniz? C-yə bölməlisiniz. Bunu başa düşə bildiyimi? Sinus nəyə nisbət imiş? Qarşı katetin hipotenuza. Kosinus nədir? Yazmışıq. Bitişik katet bölü hipotenuz. Alfaya bitişik olan katet B'dir. Onda B'ni nəyə bölməlisiniz? C-yə. Bu da çatdı mı? Sonra tangens alfa nədir? Yazmışıq. Qarşı katet böl bitişik katet. Yəni alfanın qarşısı A bölünsün bitişiyi, o da B.
Kotangensi isə bitişik katet bölünsün qarşı katetdir. Yəni B-nin A-ya olan nisbətidir. Ümumiyyətlə belə bir şey də yazıda qalsın uşaqlar. Tangens alfa sinus alfa bölünsün nədir? Kosinus alfadır. Kotangens alfamız nə idi bəs? Kosinus alfa bölünsün sinus alfadır. Sonra trigonometriyanın əsas düsturu var. Yəqin eşitmisiniz. Haçansa. Sinus kvadrat alfa üstə gəlsin. Kos kvadrat alfa bərabərdir. Həmişə 1. Bərabərdir. Həmişə 1. Sonra testlərdə bundan istifadə edəcəyik. Sinus alfanın uşaqlar maksimum qiyməti. Sinus alfanın maksimum qiyməti nəyə bərabərdir? 1-ə. Sinus alfanın minimum qiyməti. Bu isə mənfi 1-ə bərabərdir. Bu dediklərim kosinus üçün də keçərlidir. Kosinus alfanın da ən böyük qiyməti 1-dir. Kosinus alfanın da ən kiçik qiyməti mənfi 1-dir. Yadda qalarmı? Tamam. Bunları unutmayın. Sonra uşaqlar gəlir 0, 30, 45, 60, 90 və 180 dərəcənin trigonometrik qiymətləri. Bunun adına deyirlər 4 rəqəmli riyaziyyat cədvəli. 4 rəqəmli riyaziyyat cədvəli. Yəni, bunların qiymətlərini öyrənməlisiniz uşaqlar. Ancaq bunları öyrənməlisiniz. Başqaları lazım deyil sizə. Yaxşı mı? Bunu deməli, hələ ki nələrini bilməliyik? O hissələrini deyim sizə. Nələri bilməliyik hələ ki? Sinus 0 dərəcə nəyə bərabər? 0. Sinus 30-un qiyməti nəyə bərabər? 2-də 1. Sinus 45-in qiyməti kökdə 2 bölü 2. Sinus 60-ın qiyməti kökdə 3 bölü 2. Sinus deməli 90-ın qiyməti bərabərdir 1. Yaxşı mı? Bu sinusların qiyməti. Sonra kosinuslarına baxaq istəyirsiniz. Kosinus 0 dərəcədə bunları başlayırsınız artıq tərsinə düzməyə. Yəni sinus 91-dirsə, kosinus 0 nəyə bərabər olur? 1-ə. Geriyə doğru. İndi mən kosinus 30 yazsam, kosinus 30 sinus 60 ilə eynidir. Elə ki, bucaqların cəmi 90-ı verirsə, onların trigonometrik qiymətləri bərabər olur. Cümləni bir də deyim mi? Bucaqların cəmi 90 eləyirsə, onların qiymətləri bərabərdir. 30 dərəcə ilə 60 dərəcənin cəmi 90-ı verirmi? Onda sinus 60 kökdə 3 bölü 2-dirsə, kosinus 30 kökdə 3 bölü 2-dir. Sinus 45 kosinus 45 ilə eynidir. Niyə? Çünki 45 ilə 45-in cəmi 90 eləyir. Demək ki, qiymətləri bərabərdir. Sonra sinus 30-un 2-də 1 olduğunu bilirəmsə, demək ki, kosinus 60-a 2-də 1 yazmalıyam. Çatırmı? Həmçinin sinus 0 0-dırsa, kosinus 90-ın qiyməti nə olacaq? 0 olacaq. Bax, bunları əzbərləməlisiniz. Bəli. İndi onu deyəcəm. Əzbərləmək istəyən bunları əzbərləsin. Əzbərləmək istəməyənlər üçün bizim məşhur bir dənə yolumuz var uşaqlar. 5 barmaq qaydası. Qulaq asın uşaqlar. Qulaq asın. Gəlin bura, bir dənə Şaxta babanın əlcəyini çəkək uşaqlar. Nədir? Yox, bu uşaqlar, bu möhtəşəm barmaqdır. Qulaq asın. 4 də bir-birinə bərabərdir. O deyirlər, 5 barmağın 5-i də eyni deyil. Bu deyil, eynidir. Düsturumuz nədir uşaqlar? Qulaq asa. İmkan verin, izah edin. Qulaq asın. Düsturumuz nədir? Kökdə barmaq bölünsün 2. Uşaqlar, bunun deməli, bu arada gəlin bunu da yazın. Sol əl. Sol əlimizi bax bu formada tutub, qoyuruq partanın üstünə, elə bilin ki. Sol əlimizi qoyduq partanın üstünə.
baş barmağımızı 90 dərəcə olacaq şəkildə açırıq. Aydındır? Baş barmağımızı 90 dərəcə olacaq şəkildə açırıq. Çünki bura bizə nəyi verəcək? Bax, bura nə yazacağım? 90 dərəcə. Sonra bura nə yazacağım? Qulaq asaq. 60 dərəcə. Bura nə yazacağım? 45 dərəcə. Sonra bura 30 dərəcə. Bu ən balaca barmağa isə yazacağım 0 dərəcə. Düsturumuz köşdə barmaq bölünsün kidir. İndi uşaqlar, bu barmaqları necə təyin edəcəyik? Sinus deyəndə gedəcəksiniz deməli sola doğru. Sinus. Bu tərəfə doğru isə nələr getməlisiniz? Kosinus. Kim əzbərləyə bilmirsə, onun üçün ən yaxşı yoldur deyə düşünürəm. İndi istəyirəm ki, qulaq asın. İstəyirəm ki, məsəl üçün sinus 90-dan başlayayım. Sinus 90 dərəcəni təyin edeyim. Uşaqlar, 90 dərəcəmiz baş barmağımıza düşüb, düzdür? Baş barmağın özünü saymadan sola doğru neçə dənə barmaq gördünüz? 4 dənə. Və düsturda nədir dedik? Köşdə barmaq bölü 2. Onda kök altında 4 bölü 2. Köşdə 4-dən 2 çıxır, şimdi 2-yə böldük. Sən demə sinus 90 nəyə bərabərmiş? 1-ə. Çatdı mı? İndi bu məntiqlə istəyirəm ki, sinus 60 dərəcəni təyin edeyim. 60 dərəcənin özünü saymadan sol tərəfdə neçə dənə barmaq qalır? 3 dənə. Onda düsturumuza görə, köşdə barmaq bölü 2 düsturuna görə cavab olacaq köşdə 3 bölü 2. Söhbət tutdunuz məncə. Çətin bir şey yoxdur. İstəyirəm ki, sinus 45-i təyin eləyək. 45 dərəcəni saymadan solunda neçə dənə barmaq qalır? 2 dənə. O 0 dərəcə və 30 dərəcəni göstərən. Olacaq köşdə 2 bölü 2. Sonra sinus 30 dərəcə. 30 dərəcəni saymadan solunda neçə barmaq var? 1 dənə. Olacaq köşdə 1 bölü 2. Bu da bizə nəyi verdi? 2-də 1-i. Sonra sinus 0 dərəcə istəsəm. 0 dərəcəni saymırıq. Solunda neçə dənə barmaq var? Yoxdur barmaq. Köşdə 0 bölü 2. Cavab oldu 0. Əzbərləmək istəmirsinizsə, bu qayda ilə hər dəfəsində istənilən bucağın sinusunu tapa bilərsiniz. Eyni məntiqlə kosinusunu yazsaq. Kosinusunu da yazaq, davam edək inşallah. Kosinus yazanda da bəli, sağındakı barmaqları götürəcəksiniz. Məsəl üçün, yenə gəlin başlayaq kosinus 90-dan. Uşaqlar, 90 dərəcə baş barmağımızdır. Bu 90 dərəcənin, bax bu tərəfində, sağında, axı bu tərəfə kosinus idi. Deyin görün, barmaq varmı? Yoxdursa barmaq, onda köşdə 0 bölü 2 deyəcəyik. Nə verdi bu bizə? 0. Sonra istəsəm uşaqlar kosinus 60 dərəcəni saymadan sağında neçə barmaq qalır? 1 dənə. Köşdə 1 bölü 2 mənə nə verdi? 2-də 1. Kosinus 45 dərəcəni saymadan sağında 60-dan 90 qalır da. 2 dənə barmaq. Köşdə 2 bölü 2. Sonra kosinus 30 dərəcə istəsəm, 30 dərəcənin sağında neçə barmaq görürsünüz? Hansı barmaqlardır? 45, 60, 90 barmaqları. Köşdə 3 bölü 2. Nəhayət kosinus 0 dərəcə. 0 dərəcənin sağında, bax 0 dərəcənin sağında 4 dənə barmaq var. 30, 45, 60, 90 barmaqları. 4 dənədir. Köşdə 4 bölü 2. Bu da bizə nə verdi? 1 verdi. Çatırmı danışdıqlarım? Hamıya çatır? Tamam. Uşaqlar, təbii ki, tangensini kotangensini də təyin edə bilərsiniz. Tangens nə idi dedim bayaqlar sizə? Sinus bölünsün, kosinus. Kotangens nə idi? Kosinus bölünsün, sinus. Əslində, bu 5 barmaqla tangens kotangensin də təyini var. Onu inşallah trigonometriya keçəndə öyrənərik. Yaxşı mı? Davam edək. İndi gəldik. Ümid edirəm ki, üsulum xoşunuza gəldi.
Çalışın ki bu formada yadınızda saxlayasınız uşaqlar. Yəni həmişəlik sizinlə olsun. Oldu mu? Əzbərin bilirsiniz də, əzbərin ömrü bir həftədir. Nəysə əzbəri isə uzağı bir həftə yadınızda qalır. Ondan sonra yerinə yeni məlumatlar gəlməlidir deyə köhnə məlumatları beyninizdən silirsiniz. O yaddaşı az olan telefonlar kimi. Yeni şəkil çəkməlisən, başlayırsan köhnələrə ki, görüm nələr silə bilərəm. Qulaq asaq. Düzbucaqlı, üçbucaqdan metrik münasibətlər, siz bunu bu adla öyrənməyin. Çünki mən sizdən soruşanda həmişə bunu soruşacağam. Uşaqlar, Evklid düsturları nədir? Evklid düsturları deməli 5 dənədir. Bu 5 dənə düsturun 5-ini də əzbərləməlisiniz. Amma burada bir dənə düstur var ki, bunu əzbərləməsəz olar. Çünki bu düsturun adı zələm getmiş düsturdur uşaqlar. Bəli, hərəsinin bir adı var. İndi qulaq asın. Deməli, əgər düzbucaqlı üçbucaqda, qulaq asın, düzbucaqlı üçbucaqda düz bucaq təpəsindən fetonuza hündürlük çəkmisinizsə, mən bunun adını nə deyəcəm uşaqlar? Və bu birinci düstura baxın. 90 dərəcədən 90 dərəcə çəkilibsə, 90 dərəcədən 90 dərəcə çəkilibsə, onda hündürlüyün kvadratı bərabər olur katetlərin feton üzərindəki proyeksiyalarının hasili. Bunun tərcüməsini deyim. Uşaqlar, M A-nın feton üzərindəki proyeksiyasıdır. A katet axı burada. N isə B-nin feton üzərindəki proyeksiyasıdır. Deməli, 90 dərəcədən 90 dərəcə çəkilibsə, H kvadrat nəyə bərabər oldu? M-N-ə. Yadda qalarmı? Məsəl üçün, bax bir dənə sual. Bax bir dənə belə bir sual. Düzbucaqlı üçbucaqdır. Buradan bir dənə hündürlük çəkilib. Tutaq ki, bunun burası 3-dür, burası 12-dir. Bu hündürlük nə qədər olar sizdə? Uşaqlar, baxın, 90 dərəcədən 90 dərəcə çəkilib. Onda H-ın kvadratı bərabərdir 3 vur 12, yəni neçə? 36. Onda H özü nə qədər olar? Cavabı tapdım. Çatdı mı? Ev tapşırığında buna ait bir 10-12 dənə sual yazmışam. Şəkilləri fərqli-fərqli çevirməklə. Bunu öyrəndik. İndi qulaq asaq. İkinci düstura baxın. Uşaqlar, A fetonuz deməli, A katetinin feton üzərindəki proyeksiyası M-dirsə, onda A-nın kvadratı bərabərdir. Öz proyeksiyası vurulsun fetonuz. Görüm öyrənə bildinizmi? Bir də deyim mi? Katetin kvadratı, yəni A-nın kvadratı bərabərdir. Öz proyeksiyası, yəni öz kölgəsi vurulsun bütöv fetonuz. Çatdı mı? Əgər mən bunu A üçün yaza bilirəmsə, B üçün də yaza bilərəm də. Baxın, B-nin proyeksiyası nədir aşağılar? N. Onda yazmalısınız. N vurulsun bütöv S. Yəni, B kvadratı bərabər oldu, N vur S. Çatdı mı? İndi, belə bir dənə sual görsəz. Məsəl üçün, buradan belə bir dənə hündürlük çəkilir. Sənə deyir ki, bura neçədir? 6-dır. Bura, tutaq ki, X-dir. Buranı da bütöv veribdilər, 10. X-i necə tapın? 6-nın proyeksiyası X-dir də uşaqlar. Şəkili həmişə belə çəkməyəcəklərsə, sizin başa düşmək üçün belə çəkmişəm. Belə də çəkə bilər. 6-nın feton üzərindəki proyeksiyası X-dir. Yazacaq sonda 6-nın kvadratı bərabərdir. X vurulsun 10. Yəni M vurulsun S. 36 bərabər oldu 10x. X nəyə bərabər oldu? 3,6. Çatırmı? Əgər bura 3,6-dırsa, onda bura nə qədər qalar? 6,4. İndi gəlin bu katetə baxaq uşaqlar. Bu katet normalda 8 olduğunu görə bilirsiniz də. Həqiqətən 8-in kvadratı neçə eləyir? 64 bərabərdir. Öz proyeksiyası 8-in proyeksiyası 6,4-dür. 6,4 vurulsun bütöv fetonuz 10. Yenə gördünüzmü? 64 bərabərdir nəyə?
64-ə. Yəni, ikinci və üçüncü düsturu tam mənimsədik. Birazdan olsa yenə nümunə göstərəcəm. Uşaqlar, dördüncü düsturun adına belə bir şey deyirəm. Yola verilmiş düstur. Niyə yola verilmiş düstur deyirəm bunun adına? Bir dənə baxın sizə Allah. Bu 2 ilə 3-ü. 2 ilə 3-ü. Tərəf-tərəfə bölsək. İkinci düsturla üçüncü düsturu tərəf-tərəfə bölsək. Elə bilin ki, A kvadrat böl B kvadrat bərabərdir. MC bölünsün NC. Bu S'lər ixtisara getsə, dördüncü düstur yarandı mı? Yəni, bir uşaq 2 və 3-ü tam başa düşübdürsə, 4-ü rahatçılıqla çıxarda bilərik. Əslində, bunu deyib uşaqların beynini yormamaq lazımdır. Satırda nə demək istəyirəmsə? Tamam. 5-cinin adı nə idi uşaqlar? Zəhləm getmiş. Heç vaxt istifadə eləməyəcəyik. Amma niyə yazmışıq? Yazmışıq ki, hə, xəbərimiz var, bilirik belə bir düstur var. Amma istifadə eləməyəcəyik. Bu da adətən hansı testlərdə lazım olur? Əgər katetlərdən biri verilib və ipetozla çəkilən hündürlük verilibdirsə, digər kateti soruşanda. Bir dənə misal işləyəcəyik, deyəcəm hansında işləyirsə. Gəlin, indi bu dediyimiz düsturlara aid bir dəfədə hər birine aid bir nümunə göstərim. Uşaqlar, xatırlayaq mı? Düsturlarımız nə oldu? Evkilit o qədər önəmli ki, üzərində çox dayanmalıyıq. Ən birinci düstur. H kvadrat bərabər idi nəyə? N vurulsun N-ə. 90 dərəcədən 90 dərəcə çəkiləndə. İkinci düsturumuz buydu. Katetin kvadratı bərabər idi. Öz proyeksiyası, beton üzərindəki proyeksiyası vurulsun betonuz. Üçüncü düsturumuz B kvadrat bərabər idi. N vursa, N də B-nin beton üzərindəki proyeksiyası idi. Dördüncü düsturu dedik ki, yola veriblər. Necə alıblar o dördü? 2 ilə 3'ü bölüblər. A kvadrat bölünsün B kvadrat. S'lər gedəcək N bölü. Bir də nəhayət zəhləm getmiş. 1 böl A kvadrat üstə gəl 1 böl B kvadrat. 1 böl H kvadrat. Bunu əzbərləməyə bilərsiniz. Sadəcə bilin ki, var. Əslində, ümumi götürəndə uşaqlar, Evkilit düsturu cəmi 2 dənə düsturdan ibarətdir. Bilirsiniz niyə? 1 ilə 2. Həqiqətən, baxın, bu 1-i bilirəmsə, bir də 2-ni bilirəmsə, 2-ni bilirəmsə, 3-ü bilirəmmi? Məntiqli baxaq bir dənə. 2-ni bilirəmsə, 3-ü də bilirəmmi? 2 ilə 3-ü bilirəmsə, 4-ü də çıxarda bilirəm. Oldu mu? 5-i də ki, öyrənmirik. Yaxşı mı? Tamam. İndi gəlin misala tətbiq eləyək. Uşaqlar, bayaqlar söz yazdım. 90 dərəcədən 90 dərəcə çəkilibsə. Fikir versiniz mi? 90 dərəcədən 90 dərəcə çəkilib. Onda H-ın kvadratı bərabər idi M vurulsun N. H-ın yerinə nə durur? Y kvadratı M-lə N budur da. Elə ki, biri M-dir, biri də N-dir uşaqlar. 1 vurulsun 4. 4 elədi, Y-lə tapıldı 2. Y-i tapdıq. İndi uşaqlar, mən X-i tapmaq istəyirəmsə, X-in kvadratı bərabərdir, katetin kvadratı bərabərdir. Öz proyeksiyası vurulsun fetonuz. Nəzirxanım lövhəyə baxırıq. Quliyeva. X-in proyeksiyası nədir? Yəni 1. Bir dəqiqə, birinci düstur yazın, görün hansı düsturdur. A kvadrat bərabər idi, MC düsturu. X-in kvadratı bərabərdir. 1 vurulsun 5. Fetonuz 1 ilə 4-ün cəmi 5-dir. Onda X buradan nəyə bərabər oldu? Köşdə 5. Bəs yaxşı, digər üçün Z-in kvadratı, bu dəfə belə deyək də, B kvadrat bərabərdir M vur C. Yəni Z-in kvadratı bərabərdir. Z-in proyeksiyası nədir? 4'dür. 4 vurulsun 5 deyərəm. Yəni 20. Onda Z nəyə bərabər oldu? Köşdə 20. Bu da bizə nə verdi? 2 köşdə 5. Evkilit düsturları ancaq bu iki düsturdan ibarətdir. Yaxşı mı? İndi uşaqlar, içizdən biri qayıdıb deyə bilər ki,
Müəllim, mən bir dənə buranı yazıram. Bəli. Y-nə tapıram 2. Y-in yerinə gətir bura 2 qoydum. X-i tapanda Pifagordan istifadə eləmək istəyirəm. Görə bildinizmi? Baxın, burada katetləri 1 və 2 olan, betoncuda x olan düzbucaqlı üçbucaq yaranıb. Siz Allah başa düşürsünüz? Bax, bu isə 1-in kvadratı üstə gəl 2-nin kvadratı mənə nəyi verəcək? X-in kvadratını. Mümkündür. Elə də eləyə bilərsiniz. Bəs mən niyə bu üsulla dedim? Bu düsturları mənimsəyə bilməyiniz üçün. Oldu mu? Tamam. Sonra davam edirik. Görün nə gəlib. Bir düzbucaqlı üçbucaq, ABC üçbucağında S 90 dərəcədir. CD AB-yə perpendikulyardır. Yəni CD nədir uşaqlar? Hündürlükdür. Uzunluğu 6-dır. BC-miz 10 olarsa AC-ni tapın. Deba buranı soruşur. Bayaqlar belə bir düstur dedim sizə. Zəhləm getmiş düstur. Əslində onunla yazmaq olar. Nə idi düstur? Bir dənə deyək. 1 bölü A kvadrat üstə gəl 1 bölü B kvadrat bərabər 1 bölü H-ın kvadratı. Sizə dedim ki, bu düsturdan o vaxt istifadə edin ki, betonla çəkilən hündürlük katetlərdən biri, deməli hündürlük verilir, katetlərdən biri verilir, digər katet soruşulur. İndi bu düsturda yerinə qoysam, 1 bölü x-in kvadratı üstə gəl 1 bölü 10-un kvadratı bərabər olmalıdır nəyə? 1 bölü 6-nın kvadratına. Hesablayıb buradan x-i tapa bilərsiniz. Amma düşünürəm ki, bu çətin yoldur. Nisbətən sadə bir yol deyim sizə. Deməli, bura 6 verilib, bura 10 verilib, bura soruşulur. Düzdür? Uşaqlar, əvvəlcə BDS üçbucağına baxın. Bura 6, bura 10 olanda, bura nə qədər oldu? 8. Sonra uşaqlar, 90-dan 90 çəkilibdirsə, görə bilirsiniz, 90 dərəcədən 90 dərəcə çəkilib. Onda H kvadrat bərabər M-nə görə 6-nın kvadratı bərabərdir. Bura M deyə istəyirsiniz. M vurulsun 8 yaza bilərəmmi? Xatırda nə danışıramsa? 36 bərabər oldu 8M. M nəyə bərabər oldu? 4,5. Bax, bu M-in yerinə yazıram 4,5. İndi ADS üçbucağına Pifagor teoremi tətbiq edeyim. ADS Mehdi yatırsan ay Mehdi. X-in kvadratı bərabərdir. 4,5-in kvadratı üstə gəl 6-nın kvadratı. 4,5-in kvadratı nə qədər eləyir aşağılar? 20, 25 eləyir. 20 tam %25 eləyir. Üstə gəlsin 6-nın kvadratı 36. Bu bizə verir aşağılar. 56 tam %25. X-in kvadratı 56 tam %25-dirsə, təbii ki, bilirik ki, X-imiz nə qədərdir? 7 tam onda 5'dir. Aydındır. O birisi düsturla yazsaydınız daha da uzun gedəcəkdi. Əslində bunu belə də eləyə bilərik. Siz bir dənə silin. Bura 6, bura 4,5'dir və buranı tapmaq istəyirəm. Bulasırsınız mənə. 4,5'i 3 vurulsun 1,5 yaza bilərəm. 3K kimi. Eyni məntiqlə 6-nı 4 vurulsun 1,5 kimi düşünə bilərəmmi? Bu da çatdı mı? Onda bu x-imiz nə olacaq? 5 vurulsun 1,5. Yəni 7,5. Çatır mı? Bir də uşaqlar, bu sonu 5 ilə qurtaran ədədlərin kvadratının tez təyinini bilirsinizmi? Yəni bir dəfə xatırlayaq, çünki bəzi testlərdə lazım olacaq. Uşaqlar, tutaq ki, 25'in kvadratını tapmaq istəyirsiniz. Bulasırsınız mənə. Ya, istəyirsiniz 15'dən başlayayım. 15'in kvadratı. 5'in kvadratı neçə eləyir? Ancaq sonu. Diqqətlə qulaq asırsınız. 5'in kvadratı neçə eləyir? 25. Bura 25 yazdım mı? Bu birinci rəqəmini 1'i vurun 2'yə. 1 vahid böyüyünə. 1 2'yə vuranda 2. Nə verdi? 225. İndi 25'in kvadratını istəyirəm. Yenə 5'in kvadratını yazın. 25. 2'ni bir vahid böyüyünə vurun. 3'ə. 625. Çatır mı? Sonra 35'in kvadratını təyin edeyim. 2 dənəsini də deyəcəm kifayət eləyər.
5'in kvadratı. Yenə sonuna 25 yazdım. 3'ü vururam bir vahid böyüyünə. 4'ə. 3 vur 4. Demək ki 35'in kvadratı 1225 imiş. 45'in kvadratını istəsəm. Abdullah, ora niyə baxırsan bala? Nəyə baxırsan orada? Sən Allah, başqa dönərəm. Nəyə baxırsan orada? Mənə maraqlıdır da, sən nəyə baxırsan hal-hazırda orada? Bağla görüm onları. Mən burada yeni qayda izah edirəm, sən oturub nəyəsə baxırsan. Elə bir fikrə getmirsən, sonra da sual verəndə düşürsən əl-ayağa. Belə şey olar. Gəldim əlim. 5'in kvadratı 25. 4'ü də bir vahid böyüyünə vurun. 2025. Oldu mu? Hayır. Davam eləyək uşaqlar. Davam eləyək. İndi baxaq buna. Bayaqlar sizə düstur dedim. Dedim ki, bu düsturu yola veriblər. Nə idi? Elə bir ki, a kvadrat. Yox, o zəhləm getmiş idi. 1 bölü a kvadrat zəhləm getmiş. Qarışdırma. Bərabər idi m bölü n-ə. İndi diqqətlə qulaq asın. Deyir ki, BD bölünsün, AD-ni tapın. BD böl AD-ni. Mən bura m desəm, bura n desəm, axı m bölü n lazımdır mənə. Yazıram onda, m bölü n bərabər olacaq. M-ə uyğun olan katet 4'ün kvadratı. N-ə uyğun olan katet 5'dir, 5'in kvadratı. Davamız oldu. 16 bölünsün 25. Çatdım aşağılar. Tamam. Bu sualdan bayaqlar izah eləmişdim sizə. 30, 60, 93 bucaqdır. Bu sual bura səhvən düşüb. Keçək bura. Misal 39. Katetləri 9 və 12 olan düzbucaqlı üçbucağın kiçik katetinin feton üzərindəki proyeksiyasını tapın. Uşaqlar, əgər söhbət proyeksiyadan gedirsə, baxın, düzbucaqlı üçbucaqdır. Kiçik katetdə budur. Bura 9, bura 12'dir. Bu 9'un feton üzərindəki proyeksiyasını istəyir. Yəni 9'un kölgəsini istəyir. İndi, bura 9, bura 12'dirsə, bütöv fetonunuz nə qədərdir? Ona kömək eləyin. 15. Hardan gəldi bu? 3 vur 3. 4 vur 3. Onda bura olmalıdır. 3K, 4K, 5K üçbucağı. Bura oldu 15. Onda yazacağım ki, A kvadrat bərabərdir M vur S. Yəni, 9'un kvadratı bərabərdir M vurulsun 15. Buradan M bərabər oldu nəyə? 81 bölünsün 15. Bu da eləyəcək aşağılar 5,4. Ev tapşırığında olan sualdır. Və bunun oxşarı 3-4 dənə yenə də var. Davam edirik. İndi baxırıq buna. Deməli, bir üçbucağın ixtiyari bucağının qarşısındakı tərəfin yerləşdiyi aralığın təyini aşağıdakı kimidir. Uşaqlar, əgər üçbucaqda, baxın, bu alfa bucağı 90 dərəcə olarsa, alfa bucağı 90 dərəcədirsə, bu necə üçbucaq sayılır? Düzbucaqlı üçbucaq. Baxın, alfa 90 dərəcədirsə, onda S-nin kvadratı bərabər olur, A kvadrat üstəgəl B kvadrat. Niyə S-nin kvadrat dedim? Çünki alfanın qarşısında S dayanıb. Alfa 90'a bərabər olanda S də bərabər oldu kökdə, deməli A kvadrat üstəgəl B kvadrat. Onda S-nin özü kökdə A kvadrat üstəgəlsin B kvadratdır. İndi uşaqlar, bu şəkildə əgər alfa iti bucaqdırsa, yəni nədirsə, 90'dan kiçikdirsə, alfa 90'dan kiçikdirsə, onda S-nin kvadrat da nədən kiçik olacaq? A kvadrat üstəgəl B kvadratından. Burada nə nəticə gəldi? Alfa 90'a bərabər olanda S kvadratı bərabərdir A kvadrat üstəgəl B kvadratdır. Əgər alfa 90'dan kiçikdirsə, onda S-nin kvadratı kiçik olur A kvadrat üstəgəl B kvadratından. Buradan belə bir nəticəyə gəlirik ki, bucaq kiçilirsə, bunun qarşısındakı tərəf də neyniyir? Kiçilir. Eyni məntiqlə, əgər bucaq böyüyübsə, üçüncü şəkildə, alfa 90 dərəcədən böyükdürsə, onda S kvadrat da böyük olur,
A kvadrat üstəgəl B kvadratından. İndi uşaqlar, S əgər ortada olsaydı, bunun solu sağı nə olurdu? Solu modulda açıq B olurdu. Sağı nə olurdu bəs? A üstəgəl B. İndi S-nin kvadratı A kvadrat üstəgəl B kvadratından kiçikdirsə, onda S-nin özü nədən kiçik olar? Kökdə hər tərəfdən kök aldım da elə bil ki. S kiçikdir kökdə A kvadrat üstəgəl B kvadrat. Bəs nədən böyükdür? Modulda açılsın B-dən. Bu birisinə baxmış olsanız, yenə S ortada olanda bura modulda açıq B-dir, bura isə A üstəgəl B-dir. A üstəgəl B-dir. İndi S'miz əgər S kvadratı A kvadrat üstəgəl B kvadratından böyükdürsə, onda S-nin özü nədən böyük olar aşağılar? Kökdə A kvadrat üstəgəl B kvadratından böyük olar. Bəs nədən kiçik olar? Bunun bu böyük tərəfi A plus B-dən. Burada ancaq hərflər iştirak eləyir. Ola bilsin ki, beyniniz qarışdı. Lövhəyə qəribə baxırsınız. Ola bilsin ki, beyniniz qarışdı. Gəlin bir dənə misal götürüm, izah edeyim. Deməli, baxın bura. İlk öncə 5 ilə 10 yox. İstəyirəm ki, bunun birini 6 eləyim. Birini də başa düşmək üçün belə eləyirəm uşaqlar. Birində 8 eləyim. 6 8-dirsə, baxın, alfa 90 dərəcə olanda x nəyə bərabər olur? 10-a. Bunu hamı başa düşdü də. Normal düzbucaqlı üçbucaq yaranır. İndi istəyirəm ki, bax bu alfa bucağı kiçilsin. 90 dərəcədən kiçik olsun. Alfa 90-dan kiçik olacaqsa, onda x də nədən kiçik olacaq? 10-dan. Ham başa düşürür məni? Uşaqlar, ortada x olanda solu sağı nə olur bunun? 2 ilə 14 olur da. Bir dəfə çıxdım, bir dəfə topladım. İndi x əgər 10-dan kiçikdirsə, bəs nədən böyükdür? 2-dən. Demək ki, bu halda x-imiz nə ilə nəyin arasında olar? 2 ilə 10 arasında. 9 deməyin. Bəlkə orada 9 onda 5 var. Bəlkə 9 onda 7 var. Çatır danışdıqlarım. Uşaqlar, burada bəli deyirsiniz, sonra ev tapşırığını yaza bilmirsiniz. Ha, onu da deyim sizə. Nə aydın olmursa deyin ki, müəllim, filan şey çatmadı mənə. Tam başa düşün. Görəcək. İndi üçüncü halını da yazım istəyirsiniz. Əgər alfa 90-dan böyükdürsə, yenə bunu əsas götürməliyəm də özüm üçün. Alfa 90-a bərabər olanda x nəyə bərabər olurdu? 10-a. İndi alfa 90-dan böyükdürsə, x nədən böyükdür deyəcəyik? 10-dan. İndi x yerləşir. X nədən böyükdür? 10-dan. Onu yazırsınız kiçik tərəfə. Orta x olanda bunun böyük tərəfi nə olur? 14. Demək ki, burada yazacaqsınız 14. Aydındır? Bu 6 8-ə görə yazdığım nümunə idi. İndi 5 10-a görə misalın özünü yazaq. Uşaqlar, alfanın qarşısında nə durur? X. Demək ki, x ortada olmalıdır. Düzdürmü? Və alfa necə bucaqdır deyib şərtdə? İti. Uşaqlar, alfa kiçikdir 90 dediyinə baxmayaraq, mən bundan əvvəl nəyi yazdım bayaqlar? 90-a bərabər olsaydı. Alfa 90 olsaydı, x nəyə bərabər olardı? Kök altında 125. Fagor terimi də 5-in kvadratı üstəgəl 10-un kvadratı. Düzdürmü? İndi alfa 90-dan kiçikdirsə, x də nədən kiçik olacaq? Kökdə 125-dən. Deməli, uşaqlar, biz bunun bu hissəsini təyin elədik. Böyük tərəfini təyin elədik. Kiçik tərəfini də necə təyin eləyəcəyik? Orta x olanda solu sağı nədir bunun? 5 ilə 15. Onda burası alacaq 5. İndi bu araqda yerləşən tam həllərin cəmini istəyir bizdən. Natural həllərin. X nələr ola bilər aşağılar? 6, 7, 8, 9, 10, hətta 11 də var. 12 amma 12 yoxdur. Bunların da cəmini istəyir. Cəm eləyəcək. Bayaq tapmışdım. 51 düz mü dedim? Düz mü yadımda qalıb görəsin?
Düz. Cavab olur 51. Çatdı mı? İndi 90'dan böyük olsaydı. Baxın, misal 41-də 90'dan böyük halını yazmışam. Alfanın qarşısı x-dir. X ortada olmalıdır. Deməli, yenə alfa 90 olanda x-imiz nə olur dedik? Kök altında 125'e bərabər olur. Baxın, bərabər. İkisi də eynidir. Görə bildiniz? İndi, əgər alfamız 90 dərəcədən böyükdürsə, x-imiz də nədən böyük olmalıdır? Kökdə 125'lər. Böyükdür. İkisi də eyniləşməlidir. Uzaq böyüyürsə, tərəf də böyüyür. Öyrənə bildin bu hissəsini? İndi, bu x böyükdür kökdə 125. Ortada x olan halın soluna yazılsın, yoxsa sağına? Təbii ki, soluna. Kök altında 125. Bəs orta x olanda solu sağı nədir? 5 ilə 15. İndi mən bunun kiçik tərəfini yazmışam. Burasına nə düşəcək? 15. Burada olan tam həllər nələrdir bəs? Yenə tam deyirəm, natural həllər. 12 var, 13 var, bir də 14 var. Bunun da cəmini soruşur. Cavabımız oldu 39. Siz Allah başa düşürsünüz. Tamam. Qulaq asmaqdan yoruldunuz. Qulaq asaq. İndi gəlin buna baxaq uşaqlar. Deyir, alfa 90 dərəcədən kiçik olarsa, alfanın qarşısı nədir? Uşaqlar, bayaqdan bir neçə nümunədə nə danışdım sizə? Dedim ki, alfanın qarşısındakı harada yazılmalıdır? Ortada. Deməli, bu ikiqat bərabərsliyin tən ortasına nə yazmalısınız? 8-i. Əgər alfa 90 dərəcə idisə, onda 8 nəyə bərabər olurdu? Kök altında x kvadrat üstəgəl 25. Neynədim aşağılar? Pifagor terim yazdım. İndi şərtdə deyir ki, alfa 90'dan kiçikdir. Alfa kiçikdirsə 90'dan, onda 8 də kiçik olacaq. Kök altında x kvadrat üstəgəl 25'dən. Yəni orta 8'dirsə, mən hansı tərəfi təyin elədim? Böyük tərəfinin. X kvadrat üstəgəl 25. Bəs digər tərəf? Baxın. 8 ortada olanda bunun burası x üstəgəl 5'dir. Bunun burası nədir bəs? X çıx 5 modulu. Onda burada yazmalısınız x çıx 5. De bax bu. Bundan sonra da x-lərə başlayın qiymətlər verməyə. Nələr vermək olar x-ə? Buradan başlayayım inşallah. Bu kökün altından başlayın. X-in yerinə məsəl üçün 6 versəz işimizə yaramayacaq. Deyin niyə? 6'nın kvadratı neçə eləyir? 36 üstəgəl 25. Kökdə 61. Amma 8 kökdə 64'dür. Olmaz. 7 olsa x bərabər olacaq 7. Sonra nə ola bilər? 8, 9, 10, 11, hətta 12. Amma 13. 13 niyə olmaz? 13 digər tərəfə baxın. Tutaq ki, mən bura 13 yazmışam. 13 çıx 5. 8. 8 kiçikdir 8. Doğru deyil. Ona görə x 13 ola bilmir. Çatır danışdıqlarım. Davam edirik. Qulaq asırıq. Uşaqlar gəlir sinuslar teoremi. Deməli, uşaqlarda qəribə bir xəstəlik var. Çox qəribə bir xəstəlik var. Adını görürlər, qorxurlar. Sinuslar teoremi. Həm trigonometriya var burada, həm də teorem sözü var. Amma əslində çox sadə bir şeydir. Diqqətlə qulaq asın, məncə öyrənəcəksiniz. Bununla bağlı problem yaşayan uşaq görməmişəm həqiqətən. Amma diqqətlə qulaq asırsa. Deməli, qayda budur ki, üçbucağın əgər A tərəfinin qarşısındakı bucağı alfadırsa, A bölünsün sinus alfa, B tərəfinin qarşısındakı bucaq nədir? Betadırsa, B bölünsün sinus beta, C tərəfinin qarşısındakı bucaq qammadırsa, C böl sinus qamma bərabərdir 2R. Uşaqlar, buradakı bu 2R
Daha doğrusu buradakı R üçbucağın xaricinə çəkilmiş çevrənin radiusudur. Çatdı mı? İndi şəkil bu formada olmuş olsa, baxın, A bölünsün sinus alfa bərabərdir 2R yaza bilərsiniz. Onda belə çıxır ki, biz bax bu hissəni həmişə istifadə edəcəyik. Deyir, əgər üçbucağın iki tərəfi və bu tərəflər qarşısındakı bucaqları məsələ daxilində verilibdirsə, onda verilən bucaqların qarşısındakı tərəfə uyğun sinuslar terimini yazmaq lazımdır. Bir sözlə, iki tərəf və iki dənə nə verilməlidir? Bucaq. Və bu bucaqlar harda olsun dedim? Harda olsun? Məsələ daxilində yox, tərəflərin qarşısında. Deməli uşaqlar, məsələyə baxacaqsınız. Məsələdə iki tərəf, iki dənə bucaq görürsünüzsə, sizə bir siqnal gəlsin ki, sinuslar terimini istifadə elə. Kosinuslar terimində deyəcəm birazdan. Kosinuslar terimində üç tərəf, bir bucaq iştirak eləməlidir. Bax, bu sizin üçün bir yenilikdir. Sizin hər biriniz 10-cu sinifsiz. 9-cu sinifdə sinuslar terimi, kosinuslar terimi keçilmir. Çünki proqramda yoxdur. Buradakı bütün uşaqlar birinci dəfə eşidir bu terimi. Düz deyirəmmi? Bəlkə kimsə eşidibdir. Fürsətdən istifadə edib. Çünki orta məktəb dərsliyində də bu 10-cu sinifdə keçilir uşaqlar. Çatırmı? Tamam. İndi gəlin misala baxaq, görək nə demək istəyirəm. Deyir, ABC üçbucağında normal, ağlı başında olan adam, düzdür mü aşağılar? Bunun niyə xüsusi belə bir, nə deyirlər? İstehsa deyirlər, nə deyirlər? Yoxsa vurğu deyirlər. Kinayə də deyə bilərik. Niyə belə deyirəm aşağılar? Bayaqlar müəllimlər dərslərinizi yoxladı. Deyir ki, bu uşaqların üçbucağa qarşı xüsusi düşmançılığı var. Niyə? Şəkil çəkmək istəmirlər. Uşaqlar, həndəsə məsələsidirsə, hər bir sualın bir dənə şəkil olmalıdır. Tutardı getdi. Başa düşdünüzmü məni? Mütləq. İndi burada da öz dilinlə deyib ki, məsələn, mən dayanıb bu şeyləri deməsəydim sizə, sizin əksəriyyətiniz bunu gələn dərsə şifa yazıb gəlmişdir. Ancaq hesablama hissəsi. Amma şəkil önəmlidir. AC nədir deyir? 6. A bucağı nə qədərdir? 30. Bucaq B nə qədərdir? 45. Məndən nəyi soruşur? B-sini. İndi istəyirəm ki, bu şəklə baxasınız. Bu şəkildə iki dənə tərəf və bu tərəflər qarşısındakı iki dənə bucaq görürsünüz. Bəzi uşaqlar qayıdır deyir ki, müəllim X yoxdur axı. Sən fərz elə ki, verilibdir. Görürsünüzmü? İki dənə tərəf var, iki dənə bucaq var. Nə yada düşdün dedik? Sinuslar terimi. İndi sinuslar terimi necə istifadə edəcəyik? Dedik ki, X bölünməlidir nəyə? Qarşı 30-a yox. Sinus 30-a. 30 başqa bir şeydir, sinus 30 başqa bir şeydir. Yazacaqsınız, X bölünsün sinus 30. Bərabərdir. Sonra 6 nəyə bölünməlidir? Supersiz uşaqlar. 6 bölünsün sinus 45. İndi uşaqlar, bizim o möhtəşəm 5 barmaq üsulumuza görə sinus 30-un qiymətini yazacaqsınız. 2-də 1. Sinus 45-in qiymətini yazacaqsınız. Köşdə 2 böl 2. İndi gəldim hesablama hissəsinə. X-i necə tapaq? Uşaqlar, icazə var ki, bəri başdan bu ikiləri silək. Bu ikiləri siləndən sonra x böl 1 bərabər oldu 6 böl köşdə 2. Yəni, x-imiz 6 böl köşdə 2 oldu. Bunu da belə saxlamırlar təbii ki. İrrasionaldan azad eləyək. 6 vur köşdə 2, həm sürətini, həm də məxrəzin köşdə 2-yə vururam. Köşdə 2-ni köşdə 2-yə vurdum 2. Buna mı getdi? 3. Cavab nə oldu? 3 kök altında 2. Çatdı mı? Adı çox qorxunç görünür. Amma vallahi asandır uşaqlar. Allah haqqı asandır. Mən ilk hətta mand içirəm. Sizin yerinizə. Asandır. Gəlin bundan birini də yazaq. Bundan birini də yazaq. Deyir, ABC üçbucağında, sakit olun,
C 30 dərəcə, B 45 dərəcədir. Bunu özləri veriblər. AB 4 köşdə 2'dir. Buraya yazıram 4 köşdə 2. AC'ni tapın, burada olsun X. Yenə nə görürsünüz aşağılar? 2 dənə tərəf və bu iki tərəf qarşısındakı bucaq. Nə yazacaq onda? Bir də yazaq. X bölünsün sinus 45 dərəcə. 4 köşdə 2 bölünsün sinus 30 dərəcə. Sinus 45'in qiyməti köşdə 2 bölü 2. 4 köşdə 2. Sinus 30'da 2'də 1. Getdi mi bu ikilər? Şimdi bunlar da çarpaz vurun qalanları. X vur 1 X. 4 köşdə 2 vur köşdə 2. Bu elədir. Köşdə 2 vur köşdə 2 2. Yekun cavabım sual hazır. Çətin bir şey? Tamam. Davam edirik aşağılar. Misal 45. 30 dərəcəli bucağın qarşısındakı tərəfi 20 olan 3 bucağın böyük tərəfinin mümkün olan ən böyük qiymətini tapın. Nə maraqlı cümlə yazmışıq. Böyük tərəfinin mümkün olan ən böyük tərəfi. Demək uşaqlar, gəlin bir dənə 3 bucaq çəkək. Bura olsun 30 dərəcə. Qarşısı olsun 20. Elə deyibdi də. 30 dərəcəli bucağın qarşısındakı tərəf nədir deyir? 20'dir. İndi böyük tərəfinin, tutaq ki ən böyük tərəf buradır. Uşaqlar, bu ən böyük tərəfdirsə, onda bu bucaq da ən böyük bucaq olmalı deyilmi? Tamam. İndi yenə şəkildə nə gördünüz? 2 dənə tərəf və bu iki tərəf qarşısındakı bucaq gördünüz. Onda yadımıza düşməlidir. Sinuslar terimi. Yazıram. X bölünsün sinus alfa. 20 bölünsün sinus 30. İndi uşaqlar, sinus 30'un qiyməti sinus alfa bərabərdir. 20 bölünsün 2'də 1. Uşaqlar, bu iki təbii ki fırana qalxır yuxarı. Onda x bölünsün sinus alfamız oldu 40. Onda x'in özü nə oldu? 40 vurulsun sinus alfa. Bax, bura qədər gəldik çıxdıq. İndi mən x'in maksimum qiymətini axtarıramsa, onda sinusun da maksimum qiymətini yazmalıyam. Bayaqlar dedik. Nə dedik? Sinusun ən böyük qiyməti 1'dir. Yazıram 40 vurulsun 1. Nə oldu cavabımız? 40. Həcdə olsun. Çatdı mı aşağılar? Çatdı. Nə olsun ki, gələndə yenə soruşacaqsınız. Necə alışmışam? Bəli. Düsturar, qaydalar. İndi görün nə günə düşəcəksiniz gələn dərs. Hə, kimsə deyir, qızdırmam qalxacaq. Son vaxtların ən məşhur cümləsi. Hə, Murad indidən getdi. Qulaq asın. Kosinuslar terimi. Yenə adı qorxunç gələ bilər sizə. Amma valla çətin deyil uşaqlar. Diqqətlə qulaq asırsa görəcəksiniz ki, necə asan bir şeydir. Deyir, üçbucağın hər hansı tərəfinin kvadratı bərabərdir. Qulaq asırsınızmı? Bax, bura qədərini dedim. Hər hansısa bir tərəfinin kvadratı bərabərdir. Digər iki tərəfin kvadratları cəmi ilə bu tərəflərlə onlar arasında qalan bucağın kosinusu hasilinin 2 mislinin fərqinə bərabərdir. Uşaqlar, yazım gəldi sizə. Bu hissəsini öyrənməyin. Yaxşı mı? Oranı soruşmayacağım. Düsturu sorsam kifayət eləyər. Baxın, alfa bucağı verilib, alfanın qarşısı nədir? A-dır. Yazmalısınız, A kvadratı bərabərdir. Eşidirsiniz məni? A kvadratı bərabərdir. İndi mən A-nı istifadə elədimsə, digər iki tərəf nə ilə nə qaldı? B kvadrat üstəgəl C kvadrat çıxılsın 2BC. Bax, bunun bura qədəri müxtəsər vurma düsturuna oxşuyur. Çıxılsın. Amma onunla əlaqəsi yox uşaqlar, qarışdırmayın. Sadəcə əlaqə qurmaq üçün deyirəm. B kvadrat üstəgəl C kvadrat çıxılsın 2BC, əlavədən vurulsun kosinus alfa yazmalısınız. Bax, buna deyəcəyik kosinuslar terimi. Gəlin bir dənə də bir şey eləyək. Bura tutaq ki, betadır. İndi mən B tərəfinə görə kosinuslar terimini yazıram. Sizin üçün yazıram uşaqlar. B-nin kvadratı bərabərdir. A kvadrat üstəgəl C kvadrat çıxılsın
2AC muxtəsər riyaziyyatında belə gəlir daxı. Vurulsun kosinus beta. Çünki B'nin qarşısında beta var. Çatdı mı? Gəlin C-ni də yazaq. C kvadrat bərabərdir. A-nın kvadratı üstə gəl, B-nin kvadratı çıxılsın. 2AB Uşaqlar, S-nin qarşısına adətən qamma deyirik. Bu da oldu. Kosinus qamma. İndi sakit olun. Sakit olun. Mən bunların hamısını silirəmsə, gördüyümüz bu şəkildə, həmçinin bu düsturda neçə tərəf, neçə bucaq görürsünüz? 3 tərəf və 1 bucaq. 1 bucaq. Deməli, məsələ daxilində, bu qeyd hissəsini oxuyaq, sakit olun. Əgər 3 bucağın 3 tərəfi və hər hansı bucağı məsələ daxilində verilibdirsə, onda verilən bucağın qarşısındakı tərəfə görə kosinus terimini yazmalısınız. Elə bayaqdan danışdığımızda bulardır. İndi gəlin bunları məsələləri tətbiq eləyək. Yenə ağlı başında olan adam 3 bucaq çəkər. Çəksin bir dənə 3 bucaq. ABC 3 bucaqdır. Görün nədir? Deyir ki, AC 3'dür. AC'ye yazdım 3. AB 5'dir. Yazdım 5. A bucağı 60 dərəcədir. A bucağını 60 yazdım. BC-ni tapın, yazdım X. İndi bu şəkilə diqqətlə baxın. Nə görürsünüz? 3 tərəf, bir dənə də bucaq. Onda 60'ın qarşısındakı tərəfə görə məcburam ki, kosinus terimini yazın. Nə olacaq uşaqlar? X-in kvadratı bərabərdir. 5'in kvadratı üstə gəl 3'ün kvadratı çıxılsın. 2 vur 5 vur 3. Kosinus 60. X kvadrat bərabər 25 üstə gəl 9 çıxılsın. 30. Kosinus 60'ın qiyməti də 2-də 1. Uşaqlar, bu 2 ilə bu 30 gedəndə 15 qalır. 25'dən 15 çıxanda 10. Üstünə 9 gəldi, 19. X kvadratı 19 oldu. Onda X'in özü qutardı getdi. Adı qorxuncdur, amma özü görürsünüz ki, sadədir. Oldu mu? Tamam. Bir dənə də nümunə yazaq. 2 dənə nümunəmiz qalıbmış. Qulaq asaq. Qulaq asaq. Tərəfləri 5, 8 və 7 olan ABC 3 bucağında A bucağını tapın. Qulaq asın uşaqlar. Yenə ASO kimsə deyir ki, ağlı başında olan. Ağlı başında olan adam birinci ABC 3 bucağını çəkir. AB-yə 5, AC-yə 8, BC-yə 7 yazdı və A bucağını soruşur. Bax, bu alfanı soruşur. Yenə bu şəkilə baxın, nə görürsünüz? 3 tərəf, bir dənə bucaq. Onda alfanın qarşısındakı 7 tərəfinə görə kosinus terimini yazacağım. 7'nin kvadratı bərabərdir. 5'in kvadratı gəl, 8'in kvadratı çıx, 2 vur. Alfa. İndi dayanın. İndi dayanın. Bundan sonra, bax bunu yazan uşaqlar çoxdur. Hesablayıb buradan kosinus alfanı tapa bilmir. Sizə belə bir yol deyim. Kosinus alfa olan hissə var abi de, bax bu hissə. Bura onsuz da həmişə mənfi ilə olacaq. Bunu atın bütövlükdə bu tərəfə. Hesablayın atın. 2 vur 5 vur 8. Neçələdir? 80. Mənfi də bu tərəfə keçsin. Nə oldu? Müsbət 80 kosinus alfa bərabərdir. İndi 25 üstə gəl. 64. Çıxılsın 49. 7'nin kvadratını bu tərəfə atdım. Bu da eləyir 40. Deməli, 80 vur kosinus alfamız 40 oldu. Kosinus alfa 40 bölünsün 80'dən. Oldu 2'də 1. Kosinus alfa 2'də 1'dirsə, alfa nə qədərdir uşaqlar? 60 dərəcə. Bizdən də elə bunu soruşurdu. Çatırmı uşaqlar? Burada niyə belə bir iş görün dedim? Niyə belə bir iş görün dedim? İstəyirəm biraz kənar bir şey danışım sizə. Uşaqlardakı problemlə danışım. Qulaq as.
7'nin kvadratı. Bax bu hesablamanın yenidən yazıram. Buranı silirəm. Tutaq ki, bu çərçivə falan danışmadım sizə. Elə beyiniz qarışmasın deyə izah edirəm də. Hər birinizdə o potensial görürəm, ona görə deyirəm aşağılar. Görün, nə görürəm sizdə? Deməli, mən bu qaydanı sizə öyrətməsəydim, normal qaydada, Allah razı olsun, normal qaydada bunları hesablayıb yazacaqdınız. Qulasını görün nə deyirəm. 49 bərabərdir. 25 üstəgəl 64 çıxılsın. 80 vurulsun kosinus alfa. İndi 25 ilə 64'ü toplayır 89. Allah'ın olsun o qədər görmüşəm ki. Bu elir neçə? 89. 89'dan 80'i çıxır. 49 bərabərdir. 9 vurulsun kosinus alfa. Yazır kosinus alfa bərabərdir. 49 böl 9. Bu da uşaqlar. 5 tam nə qədərsə eləyir. Bu kosinus yetim. İndi trigonometriya keçəndə görəcəyik. Mənfi 1 və 1-dən kənara çıxa bilmir. Yəni, necə olur ki, 5 tam nə qədərsə eləyir. Bax, bu problemi yaşamayasınız deyə bərbaşdan dedim ki, necə eləməlisiniz. Yaxşı. Son bir sualımız. Bunu da izah eləyim. Bir, tərəfləri 4, 5 və 6 olan, yenə normal, ağlı başında olan adam. Bezdizə bu cümləni işitməkdən. Amma yaxşı eləyirəm aşağılar. Hər suala başlayanda bu cümləni yadınıza salın. Ağlı başında olan adam. 3 bucaq sual işləyir, 3 bucaq çəkməlidir. Oldu mu? Deyir ki, 3 bucağın kiçik bucağının kosinusunu tapın. İndi diqqətən qulaq asın. Kiçik bucaq nəyin qarşısında durur? Kiçik tərəfin. Deməli, 4'ün qarşısındakı bucağın. Bax, bu bucağın kosinusunu soruşur. Yer yığış eləməyin inşallah. Bir sakit olun. Alfanın qarşısındakı tərəf 4'dür deyə yazmalıyam. 4'ün kvadratı bərabərdir. 5'in kvadratı gəl. 6'nın kvadratı. 2 vur, 5 vur, 6 vur. Sakit olun. Yenə necə razılaşdıq? Bax, bu hissəni atırıq bu tərəfə. 2 vur, 5 vur, 6. 60 vurulsun kosinus alfa bərabərdir. Bunu da bu tərəfə ataq. 25 üstə gəl 36 çıxılsın 16. 45. Deməli, 60 vurulsun. Kosinus alfa 45 oldu. Kosinus alfamız 45 bölək 60. Bunu da 15'e ixtisar eləyin. 4'də 3. Cavabımız oldu 4'də 3. Aydındır?